Salamlar dostlar, necəsiniz? Mən Hüseyin və bugün qəhrəman nədir? Minecraft Survival'ın 5-ci bölümü ilə sizlərin qarşınızdayım. Dostlar, bugün evimizin altını iğnelərlə doldurub, hər yeri işıqlandırıb, bir də dəmir seti olacaq. Dəqiq birinci yataq gecən yola verək. Sonra da dəmir set olub gedib biraz kömür qazaq gətirək. Dəmir set üçün bizə lazım olacaq qədər dəmir var, hə. Full dəmir set oldu. Bir də ki, kalkan eləyəcək. Kalkana da odunumuz, ergən taxtamız çatmır. Dəmirləri qoyaq yerinə. Gedək birinci kazmamızı götürək, sonra gedək kömür qazmağa. Bir dənə də hər ehtimala qarşı kazma düzəldək. Dəqiqə. Bir dənə də kazma. Bunları da qoyaq təzdən yerinə. Bunu da bura getdik. Madən haradaydı? Bir dənə oradaydı. Sonra da bir dənə patika düzəldək. Burada həm deyib nəsə madən olsunsa. Sual görəsən burada kömür saxlayıb. Meşalə deyil olar. Oha. Yaxşı ki, ervanter porumuz var. Dostlar. Troll orada özü için meşale düzəldib. Nə bilim, crafting table düzəldib orada qoyub. Gecə döyüşümüz getdi axı. Dəqiqə. Gecə döyüş yazaq özümüzə. Sıra suyun içindeyim. Neyse, burasını burada bize kömür lazımdır. Biz buraya kömür qazmaq üçün gəlmişik. Heç səmirlərə da baxmayaq lazımdır. Yəni hələ də lazımdır. İndi də kömür axtaraq biraz. Qabağımıza çıxan bütün kömürləri götürək. Sonra da birazdan qayıdarıq yerimizə. Ancaq deyəsən bütün qabağımıza kömür çıxacaq. Ancaq kömür çıxır. Dəmir axtaranda da kömür çıxacaq ancaq. Gördüm, orada kömür var. Kral deyəsən burada nə qədər kömür varsa hamısını götürüb yığıb özünə. Oralarda var kömürlər həm var imiş. Mən görmürəmiş. Gəlmişkən çoxlu yoxaq ki, bir də qayıtmaq məcburiyyətində qalmayaq.
Yaxşı ki dəmir kazma düzəltmişəm. Dəqiqə buradan bir şey sonuçlanır. İndi də sırada buradan çıxmaq var. Gəldim dostlar. İndi də bunu buradan çubuq götürək. Burada götürək, bunu çubuq düzəldərik. Dəmirləri də götürək. Dəqiqə birinci çubuqlarımızı düzəldək. İndi yox. Birinci bu düzəldək sonra. Hələlik bu qədər bəs olar, bilmirəm. Olar yoxsa olmaz, bilmirəm. Ona görə biz bu sistemləri də əridək. Hər ihtimala qarşı. İndi də gedək bunları qazaq. Qazaq nə idi? Yəni yerləşdirək. Qapının da hər tərəfində birin. Yox, buralara lazımdır. O qədər də yoxdadır. Otağına qoyaq. Sandıq otağımıza da qoyaq. Bizim burada da sandığımız var idi axı. Burası mənim tam yadımdan çıxıb. Bura beləsinə burada bitdi. İndi də çıxırıq çölə. Gördüyünüz kimi bəs eləmədi dostlar. Ya da ki bunları qırım buradan. Beləsinə yerləşdirim. Mən deyirdim ki, meşale satmaz, ancaq dəmir satmır. Hər düzəldəndə dəmir satmır. Biz bunu da götürək. Çünki orada yuxarıya qoyanda bəlkə bir yer əzəldi, o düzəltməyə tezdən. Axşam olub gedək elə girmişkən yerimizə yataq.
lazımdır. Bura. Deyək ki, ora. 4 dənə qaldı. Bizə təzədən dəmir lazım olacaq. Yaxşı çərməyə qoymuşuq. Evet, bu qədər. Bunlar buranı tərcih edir. Onun üstüne normal bir insan keçə bilmir axı. Neyse day. Dostlar, sizcə tarlamız nətər olub? Normal bir blokun üstündən tullana bilir, ancaq çitin üstündən tullana bilmirik. Niyə? Deməli, indi buradan meşaləmizi götürdük. Bu tərəfdə dəmir parçalarımız qalıb. Onu da götürdük. Dəmirlərimizi də götürdük. İndi dəmir parçacıqları 8 dənə şığımız olacaq. Sekiz dənə deyil, sonra bəs edəməyəcək. Bir stek şığımız getdi. Yani bir stek falan fənər düzəltdik də yəni. İki dənəsi çatmadı. İki dənə də gedək düzəldək. Çubuğumuz qalıb, yox. Şimdi bir sandıqdakı çubuğumuzu götürək. Dəqiqə, burada toxumumuz var. Mən toxumu bura qoymuşam. Turalın üstünə atmışam ki, tural götürüb. Tural götürməyibmiş. Bilmədən turalın üstünə atmışam. Kömür deyil. Mən buradan kömür götürmədim. Burada dəmir parçacığımız var. 18 dənə. Elə 2 dənə satır. Düzəldə yolları. Bunların da hamısını qoyaq indi bura. Bu götürək, buna əkərik. Onun yerinə bura qoyaq. Başqa heç nə. Bunun üstünə qoyaq. Dəmir parçacığı da üstümüzdə qalsın elə. Bu qədər. Getdik, bunlar qoyaq, onlar ağacdan toxumlar dəkək. Dəqiq, mən o fənəri niyə ora qoydum?
biraz satalım. Bu kadar. Şimdi de gelip biraz odun kesip getirmek lazımdı ki evimizin aşağısında yani damımızın evimizin aşağısında hayvan saklayacağımız yerin kapılarını düzeldək. Önce de ilk önce baltamızı götürdük. Gittik. Sonra da neydi? Lapatka ilə, yəni kürəklə şey edəcək, patikalar falan düzəldəcək. Oy, telefon düştü elimden. Bizim kemiklərimiz olmalıydı məncə. Kemik tozu vermək üçün. Hem de 7 dənə. Bir iki dənəsini saxlayacağım. İti evcilleşdirmək üçün. 2 dənəsini saxlasam bəs məncə. İt görsək itlə evcilleşdirərək. Ancaq ilk öncə gedək toxumlarımızı böldək. On 12 dənə toxumları da bırakək. Dəqiqə bir də qalıb 13 dənəymiş. Şimdi çapa daşıyıram. Niye toxta koydum bura? Gedək indi yataq.
İndi də burada basamak. Basamak idi, onun adı neydi? Ondan hə. Demişə basamağı. Bundan düzəltmək lazımdır. İndi də sıra heyvanları bura gətirməkdədir. Aha, bir dənə qoyun var. Qoyun, bura gəldi o. Qoyun səsini eşidir deyəsən. Gəl. Qalın durdu. Şöyle bir dənə dost keçirəm indi. Bir dənə də qoyun lazımdır bizə. Nə bildim ki, burada qoyun var. Hər yerdə hayali qoyunlar görməyi başarıram. At nə səliqəsizləşdirilirdi? Bir dəqiqə. Məndə elmas at zırhı var idi. O gətirək at yerin içine salasam. Dəqiqə. Gətirək o. Onun desenləri çox qəşəngdir. Dəqiqə. Sən mən niyə indirmirsiniz sizi? Aha, bir tane de koyun. Neyse, atların başını bırak. Gel görək. Sizin günlər üzrən hələ mən xaltalar düzəltməliyəm. Gəlin görək, yüzdə bura gəlin. İndi də bura gəlin bir dəqiqə. Oy. İş başına. Da koyunun başını bırak, sıra inəklərdədir. İndi inəyi tapdı buradan. Boydazıq bir atadanca indi inəyi tap. Ora koyun. Lazımdır. Ya da şu lazımdır. Qara renkdə qoyunlarımız olsun. Gel. Gel de gel. Neden vurdum ya? Oha, bir tane kaldı. Yine de yok, bir tane adamla firayten ağırıq. İndi ağırıq. Evimizin altında doldurduq. Tarlamızı da düzəltmişik. Şimdi gedək obsidian tapaq. Şimdi obsidian qalıb gedək. Zavodun birinci üstünüzdəki əşyaları qoyalım bura. Mayamı dəyişək, üstümüyə ataq bura. Subuğu götürək. Buradakı vedrəni götürək. Bunları da oyaq bura, eyb yoxdur. Qalan hər şeyi də qoyacam ora. Öncə ya da heç bir şey qoymayacam da. Elmas kazmamızı düzəldək. Bir kovada su götürüb gedək.
götürdük suyumuzu, indi de getdik. İndi çətin iş maden tapmaq. Maden tapmaq neydi? Lav tapmaq olacaq. Sonra da çətin iş o obsidian bir qazmaq olacaq. Zəhmən gecə görüşünü silmişdim. Dəqiqə tezdən yazılımda. Böyle. O bilebildim. Yenisine düşürük. Var neydi o? He, burada bir tane delik var. Onun içine düşürük. Uzak yapışıyor düşmedik. Oha elmas. Gelmişken elmasla kazara gidelim. Geldim dostlar. Yeni de şey bu obsidiyana dönüştürmek lazımdı. Peki. Ay. Yaxşı su varmış. Peki. O su gelir. Su gitti. Suyumuz gitti. Neyse oradan taparız. Biz lavı götürək. Dəqiqə. Onun sol tərəflərdə su olmalıydı. Dəqiqə bu. Bunun kaynağı desem buradır. Çatış. İndi çıxmaq lazımdır yuxarı. Aha orada da su var. Lavı bir dənə bura töküb lav havuzu edəyək. Dəqiqə. Sonra da üstündən suyu bıraxacaq, olacaq obsidian. Hoppa. İndi də getdim obsidian eləməyə. Bir dəqiqə. Bunu koyaq bura. Böyle qalsın orada. Bunu da götürək tezdən bıraxaq. Biraz böyük olsun. Ne bu kadar balaca oldu bu. Dəqiqə. Niye bir tane obsidian oldu? Neyse, bana da şükür. Buraların her yerinden keçip meşale koymağımdan bildim. Koyduk mu buraya? Lavımızı da götürdük. Bu lavı hardan bıraxaq. Buradan belə bıraxdıq. Dəqiqə. Bir də indi suyumuzu götürək. Niye yine bir dənəsi obsidian oldu? Mən belə sabahdan gücünə bir tane obsidian qazaram. Gedim bəlkə yanından bırakın bəlkə
orada obsidian oldu. Ancaq mən o qaynağından götürmüşdüm axı. Keşke qaynağından götürməyəsin. İndi gəl laptopda tezdən. Troll buralara niye bu kadar meşale koyup ben bilmiyorum. Trollun meşalelerle derdine düşürəsən. Ben keşke videonun birinci bölümünde bura gəlirdim ama hiç görmemişim ki dibimizde maden oldu. Böyle buradan baksam seviyeye gelir. Baş lava onun üstüne koysam. Neyse dostlar, ben videomu bitireyim. Dostlar sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Gələn bölümdə inşallah Nether portalımızı düzəldərik.